Erməni polkovnikin sərsəm terror hədəsi Azərbaycanın şəhərini vurmaq istəyirlər. Ermənistanda revanşist qüvvələr yeni təxribatçı bəyanat və populist çıxışları ilə gündəmə gəlməkdə davam edirlər. Onlar Azərbaycanla şərti sərhəddə təxribatlar törətməklə yanaşı, sülh prosesinə əngəl ola biləcək fikirlər, hətta terrora çağırış, yeni müharibə hədələri ilə çıxış edirlər. 44 günlük müharibədə məğlub olmamış kimi davranmağa davam edən bu qüvvələrə Ermənistan xüsusi təyinatlı polis dəstəsi Veteranlar İttifaqının sədri polkovnik Grisha Sarkisyan da qoşulub. O, erməni mediasına verdiyi müsahibədə bildirib ki, Ermənistan Azərbaycanın strateji obyektlərinə, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinə və Mingəçevir su elektrik stansiyasına raket zərbəsi endirməlidir. O zaman Azərbaycan özü Ermənistandan sülh diləyəcək deyə polkovnik vurğulayıb. Sarkisyan bu bəyanatlarla Ermənistanın aktiv media resurslarından biri, 214 min abunəçisi olan və müxtəlif erməni analitiklər üçün platforma rolunu oynayan Noyan Tapan telekanalının efirində çıxış edib. Müsahibə zamanı o həmçinin Ermənistan konstitusiyasına görə Qarabağın Ermənistana məxsus olduğunu bildirib və müharibəyə hazır olmağın vacibliyini vurğulayıb. Müharibədən qorxmaq lazım deyil. Əgər düşmənin bizdən qorxmasını istəyiriksə, istənilən anda döyüşməyə hazır olduğumuzu göstərməliyik. Biz o ölkəni daimi qorxu içində saxlamalıyıq. Bu fikirlər daha çox hansısa sərsəmin xəstə təfəkkürünün nəticəsi olsa da, hər halda bəyanat ölkənin aparıcı kütləvi informasiya vasitələrindən birində tirajlanır. Bu, açıq-aşkar terror hədəsi kimi qəbul olunmalı və əslində hakimiyyət tərəfindən təqib olunmalıdır. Lakin Ermənistan rəsmiləri, hüquq mühafizə sistemi bununla bağlı tədbirlər görməkdən yayınmağa üstünlük verirlər. Ermənistanda güclənən revanşizm və hədələyici bəyanatları Azərbaycan prezidenti İlham Əliyev aprelin 9-da ADO Universitetində təşkil edilən Yeni Dünya Nizamına doğru mövzusunda beynəlxalq forumdakı çıxışında səsləndirdiyi fikirlərlə bir daha təsdiq edib. Dövlət başçısı vurğulayıb ki, hazırda Ermənistanda güclü revanşist qruplar mövcuddur. Azərbaycan sülh üçün əlindən gələni eləyib və prosesin tamamlanması üçün Ermənistanın da üzərinə düşən öhdəlikləri yerinə yetirməsi lazımdır. Bir sözlə, dövlət başçısı İrəvana üzərinə düşən məsuliyyəti bir daha xatırladıb. Ermənistanın nicatının region dövlətləri ilə səmimi əməkdaşlıqda olduğuna diqqət çəkib. Bəli, Ermənistan anlamalıdır ki, onun real xilas yolu Azərbaycanın sülh səylərini dəstəkləməkdir. İrəvan regional sülhü revanşist qrupların hikkə və avanturasına qurban verməməlidir. Azər Nuriyev, Leyla Mehdi qızı, Report.